Amma elə ailələr var ki, orada analar işləmir. Orada atalar bəlkə də biri xəstədir, birinin nəsə bir problemi var. Mən xahiş edirəm ki, sizdən, dövlətimizə müraciət edirəm ki, bizdən keçdi. Heç olmasa bu cavan analara uşaqlı ayırasınız. Heç çox yox. Bir 30 manat, 40 manat, 50 manat, 60 manat ki, o uşağın görüb heç olmasa bir tulka sütünü ala bilsin. Mən sizdən, dövlətimizdən xahiş edirəm. Gənc analara, gənc ailələrə dəstək olun. Uşaqlı verin. Çünki o uşaqlar zülümlə böyümüş uşaqlar. O əziyyətləri mən çəkmişəm, mən bilirəm. Mən açıq deyəcəm, mən millətimdən gizlətmirəm. Mən yorğan döşəyinin düzünü bir satmışam, astarını bir satmışam, yununu bir satmışam. Qulağını sıqqasını bir sat boyunlar böyütmüşdüm mən. Dövlət vaxtında mənə dəstək olmadı. Yerdə qalan cavan ailələrə dəstək olsun. Bu qazilərimizə dəstək olsun. Bunu istəyirəm. Çünki vətənin ən dar günündə, ən çətin günündə o kasıb balalar ələ qalxır. Çünki qeyrət onların ələ.